Bu videoda sırf askı sistemindən gələn səsləri bir-bir incələyək. Eşidirsiniz də? Sırğa dediğiniz budur. Yəni bunu gördüyünüz bu videodakı səs sırğanın səsi. Sırğa səsi naxamar yolda, yəni avtomobilin yellənmə zamanı aşkar olunan bir səsdir. Yəni belə deyək də, eşitdiyiniz bir səsdir. Gördüyünüz bu səs isə şaraboyun səsidir. Bu bəzən bunun üstündə olan pılniki cırıldığı zaman, içinə su, toz, torpaq girdiyi zaman cırıltı səsi də verir. Gördüyünüz bu səs isə nakonechnikdən gələn səsdir. Nakonechnikdir, şaravoydur. Bunlar qruntovoy yolda girdiyi zaman səs verir. Yəni altdan loppultu səslər eşidirsiniz. Nakonechnikin səsi isə rulu sağa sola döndürəndə də bürüzə verir. Gördüyünüz bu videodakı. Gördüyünüz bu səs isə ulduzun səsidir, yəni bir çoxu bilir. Yəni rulu sağa sola döndərdiyinizdə salon hissədən, yəni içəridən eşitdiyiniz taqqıltı səs ulduzun səsidir. Düzdür, bunu tam dəqiq bilmək üçün yenə də bir mütəxəssisə müraciət etmək düzgün. Gördüyünüz bu isə razvalnıq tulkaların səsidir. Yəni rezinlərin səsidir. Əsasən də Chiasid, i30, Sorento, Optima, Santa Fe, bu avtomobillərdə bu razvalnilər, yəni balaca razvalnilər daha tez cırılır və qruntovoyda səs verməyə səbəb olur. Bəzən bütün peridoku yığdırırsınız, yəni askı sistemindən yığdırırsınız, amma o razvalniləri çox önəmsəmədiyiniz üçün sürürsünüz ki, eyni səs qalır. Yəni o razvalnilərdə taqqıltı səs verə bilir.